Doktor Cavad Heyətinin xatirəsini əzizləmək üçün buraya toplaşmışıq. Doktor Cavad Heyət məncə burada əyləşənlərin hamısına tanışdır. O tarixi bir şəxsiyyətdir. Həmişə Azərbaycanlıların haqlarını müdafiə edən bir adam idi. Özü çox mahir bir cərrah olmaqla yanaşı, Azərbaycan dilini, ədəbiyyatını yaxşı bilirdi, Türkiyənin ədəbiyyatını yaxşı tanıyırdı, Türkiyədə oxumuşdu, orada Fransada təxəssüs almışdı, ixtisaslaşmışdı. Onunla üz-üzə görüşmək mənə burada Vaşinqtonda nəsib oldu. Sağ olsun Cəmşid bəy Mükəbbir də burada əyləşib. 2 dəfə onun evində biz Doktor Cavad Heyəti ilə görüşdük. Əlbəttə ondan başqa vaxtlar da gənə burada Amerikada görüşdük. Bir dəfə də gəlib bizim dərnəkdə Azərbaycan Mədəniyyət Uzağında çıxış elədi. Yəni bugün Doktor Cavad Heyəti yaxından tanıyan, onu görən dostlarımız onun haqqında danışacaqlar. Biz birinci tanınmış şair və yazıcısı Cənab Məhəmməd Rza Ləvaidən xahiş edəcək. Öz şeirlərindən oxusun, Doktor Cavad Heyət haqqında xatirələrindən danışsın. Sonra Zaur bəy Doktor Cavad Heyət haqqında danışacaq. Ondan sonra Cənab Rza Sələhşur danışacaq. Daha sonra Cavad bəy Abbasi Varlıq jurnalı haqqında danışacaq. Varlıq jurnalı Doktor Cavad Heyətin 30 ildən çox ardıcıl olaraq çıxan, yəni İslam inqilabından başlayaraq müntəzəm çıxan bir jurnal idi və Cənubi Azərbaycan ədəbiyyatına doğrudan da təkan verən, həmişə dəstəkləyən bir jurnal idi ki, inşallah bundan sonra da onun nəşri davam edəcək. Sizi salamlayıram, hörmətli bəylər, bayanlar, saygılarımı sunuram. Qərib həyat yaşayırıq və qərib də bir olay içindəyiz. Yadımdadır, Doktor Heyətlə mən Tehranda ofisində görüşümüz olubdu bir neçə dəfə. Mənim bu xatirə heç zaman yadımdan çıxmaz ki, eşqi həmişə var idi Şəhriyara və xüsusilə orada dəfn olmasına. Eşqi var idi Təbrizə. Həmişə deyərdi, düzdür, biz bir zaman Tehranda varlıq jurnalı Tehranda çıxırdı, Tehranda yayınlanırdı və yayılırdı Azərbaycana. Həmişə deyərdi, arzusu buydur ki, Təbrizdə olsun, yaşasın və ən azı deyərdi ki, yəni Təbrizdə öləcək və Təbrizdə dəfn olacaq. Amma zaman o qədər oynadı, elə olaylar gətirdi ki, Bakı qəri qürbət deyil, amma demirəm ki, qürbətdə dəfn oldu, qürbətdə getdi, qaldı. Qərib deyil, amma çox sevərdim ki, Təbrizin qoynunda öz istəyi kimi getsin, yaşasın və orada dəfn olsun. Mənim üçün Cavad Heyət haqqında danışdığım məsələ, buna çox önəm verirəm ki, həyatda bizim bəzi işlərimiz Azərbaycanlı olaraq və Güney Azərbaycanlı olaraq bəzi işlərimiz görəldir, bəzi işlərimiz dəyər. Məncə Doktor Cavad Heyət Varlıq jurnalı o zaman bu yasal devrində bir dəyər idi. Yalnız görəv deyil, yəni bizə dəyər verdi, kültürümüzə dəyər verdi. Yazdı, yarattı və
dayandı. Çoxları doktor heyətə bu tənqidi edirlər ki, kültürel baxırdı. Məncə çox da gözəl idi. Yəni bizim insanlarımız vardır ki, siyasal baxacaqlar bizim məsələmizə və insanlarımız vardır ki, kültürel baxmalıdırlar. Məncə də çox gücləndirdi. Bizim o zaman heç bir şey yoxumuz idi oxumağa. Mən özüm varlığı həmişə alardım, kiosklardan alardım, kitab evlərindən alardım və mən onlarla böyümüşəm. Dilimizi qorudular, dilcilik baxımından çox güclü idi. Bütün güclü şahidləri yığmışdı. Deyə bilərəm ki, varlıq bir Təbriz məktəbinin qol-budağı olmuşdu o zaman. Və indi də arzu edirəm ki, davam etsin. Yəni, varlığın güclü insanlar vardır ki, davam edə bilərlər. O zaman 2 nəfər bizim üçün böyük xidmət etdi. Biri Şəhriyar idi, qayıdışı ilə qayıtdı öz dilimizə, Heydər Babanı yarattı. Biri də Doktor Cavad Heyət idi ki, dilçiliyi ilə bizi çox qorudu. Çox sipər oldu bizim üçün, qalxan oldu və qorudu. Mən bu 2 şəxsiyyəti heç zaman unutmayacağım. Yəni, həmişə xatirimdə olacaqdır. Hayasız faşist panfarsizmin qabağında, hayasız vicdanlarının qabağında bir qartal kimi doktor heyət dayandı, dilimizi, kimliyimizi, özlüyümüzü qorudu və biz nəslə çatdıq. İndi isə əgər biz gücümüz varsa yolunu davam edəcəyik, yoxdursa o başqa bir məsələ. Amma bunu nəhayətdə deyə bilərəm ki, ədəbi tariximizin kültürel analizini gücləndirdi və bizə göstərdi. Və daha sonralar rəhmətli Zeybablar gəldi, dayaq oldu və onun da ki, tarixi bir başqadır, sonralar açılır. Nəhayətdə başınıza ağır gələcəyəm, bunu istəyirəm deyim ki, Doktor Heyət kimi insanlar Nəbi Xəzrinin o şeirinə bənzər. Deyir ki, buludlar üstündən kərvan tək axır, baxıram meşəyə, dağa, çaya mən, bəzən də olur ki, yadımdan çıxır, nə üçün gəlmişəm bu dünyaya mən. Bəzən qoca dışam, cavanca yazam, qaram, damlalarım silə çatmayıb. Bəzən milyon ildən yanan uzam, ışığım torpağa hələ çatmayıb. Mən elə sanırım ki, Doktor Cavad Heyət hələ də milyon ildən yanan ulduzdur, ışığı torpağa çatmayıb, bizə çatmayıbdır və həmişə arzu edirəm ki, onun ışığı Azərbaycanda, xüsusilə Güney Azərbaycanda yayınlansın və bizi dünyaya göstərsin. Sağ olun, saygılar. Saygıyla salamlayıram. Bugünkü toplantımızın əsas mövzusuna keçmədən öncə bir şey demək istəyirəm ki, mənim üçün bugün aydın oldu ki, bizim nə fars problemimiz var, nə rus problemimiz var, nə erməni problemimiz var, nə Kürt məsələmiz var. Bizim problemimiz özümüzdədir. İlk öncə biz özümüzü sorgulamalıyıq. Öz Türkiyə türklərinin dediyi kimi vicdan mühasibəsi yapmalıyıq. Ondan sonra gələcəyə nə cür davam edəcəyik, onu da oturup dərindən düşünməliyik. Mən bugünkü mənzərə hər birimiz bunu etiraf edə bilərik ki, nə Doktor Cavad Heyətinin adına və şəxsiyyətinə yaraşan bir mənzərədir, nə də ki, ümumiyyətlə Azərbaycan adına yaraşan bir mənzərədir. Təəssüf ki, biz başqa şeylərə daha çox meyil edən bir millətik. Bunu da demədən keçə bilməzdim. Ən azından bundan sonra belə olmamasını ümid edərək bir şey demək istəyirəm ki, aydınlar, aydın kəlməsini xüsusilə qurdururam. Çünki bunun türkçəsi aydındır və təəssüf ki, bizə Kuzey Azərbaycanda illər boyu bunu ərəb kəlməsi olaraq, ziyalı olaraq öyrədiblər, qəbul etdiriblər. Amma nə gözəl ki, bugün
bu ərəb kəlməsini öz kəlməmizdən əvəz edə bilirik. Aydınlar bir toplumun yoluna işıq saçan kimsələrdir. Əgər aydınlar olmasaydı, toplumlar qaranlıqların içində batıb gedərdi və hara gedəcəklərini şaşırırdılar, bilməzdilər, önlərini görə bilməzdilər. Doktor Cavad Həyətdə millətimizin yoluna, qaranlıq yoluna işıq tutan böyük aydınlarımızdan birisidir. Eynən Məhəmməd Tağı Zehdavi kimi, eynən Şəhriyar kimi, eynən Səhənd kimi, eynən adını çəkməyə qalxarsa saatlarla adlarını söyləyə biləcəyimiz böyük aydınlarımız kimi Doktor Cavad Həyət çox böyük aydın. Doktor Cavad Həyət burada dəyərli böyüyümüz Həbib bəy də qeyd elədi. Doktor Cavad Həyət çox bacarıqlı bir cərrah idi və İranda ilk dəfə qəlb damarının dəyişməsi üzrə açıq əməliyyatı keçirən bir insan idi. Fransada çox yüksək, ilk öncə Türkiyədə, sonra Fransada çox yüksək təhsil almış birisi idi. Doktor Cavad Həyətin öz həyatını maddi olaraq qura bilmək üçün hər cür imkanları var idi. Və yəni, şəxsi üçün yaşasaydı, ailəsi üçün yaşasaydı və biriləri kimi sadəcə öz ətrafı üçün yaşasaydı, bu yolu baş ağrısız, rahat bir şəkildə gedərdi. Amma o, həm də millətimizin ehtiyacı olan bir ixtisası, dilçiliyi, türkolojini ki, o coğrafiyada, o rejimin, İran rejimi kimi, Fars rejimi kimi baskısı və millətimizi yox etməyə çalışan bir rejimin altında həmin sahəni öz şəxsi ixtisasından ön plana çıxardaraq təməlli qoydu və inkişaf elətdirdi. Cavad Abbasi bəy dostumuz Varlıq dərgisi ilə bağlı ayrıca danışacağı üçün mən Varlıq dərgisi məsələsinə uzun-uzadı toxunmaq istəmirəm, amma Varlıq gerçəkdən çox böyük bir məktəbdir. Bu məktəbi, yəni bu məktəb bir şəxsin bacarığı, bir şəxsin qabiliyyəti və uzaq görənliyi əsasında qurulmuşdur ki, bugün işığına toplaşdığımız Doktor Cavad Həyətidir. Doktor Cavad Həyəti hər nə qədər fərqli millətlər burada ad çəkmək istəmirəm və ya fərqli coğrafiyalar sahiblənmək istəsə belə, bu bir həqiqətdir ki, Doktor Cavad Həyət Türk millətinin övladı idi, Türk millətinin nəfəri kimi yaşadı, Türk kimi yaşadı və dünya gözlərində Türk torpağında yurdu. Və mən əminəm ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının yaxın gələcəkdə qələbə ilə yekunlaşacaq olan Güney Azərbaycan Milli Hərəkatının ən böyük istinad nöqtələrindən biri də Doktor Cavad Həyət olacaq. Bugün də elədir, amma bu önəm getdikcə artacaq. Bu istinad nöqtələrindən birisi Zehdavi isə, birisi Əbülfəz Elçi bəy isə, birisi də Doktor Cavad Həyətdir və Doktor Cavad Həyətin yoxluğunu biz anladıqca onun böyüklüyü də bizim üçün daha aydın dərk ediləcək və bütün fəaliyyətimizdə Doktor Cavad Həyətin həyatını, fəaliyyətini və yaradıcılığını və bizim önümüzə qoyduğu hədəfləri biz istinad nöqtəsi olaraq əsas alacağıq. Doktor Cavad Həyətlə görüşmək xoşbəxtliyi mənə də nəsib olubdur. Bir neçə dəfə görüşmüşük Ankarada və amma bunlardan ən önəmlisi səhv etmirəmsə 2010 və yaxud da 2011-ci il idi. Doktor Cavad Həyət Ankara'ya gəldi və biz düşündük ki, bu fürsəti dəyərləndirək və Türkiyədə Türkiyə Kamusen Təşkilatı deyə, yəni Türkiyə Məmurlar İttifaqı ki, bunu da qeyd edim ki, Türkiyədə Güney Azərbaycan məsələsinə dəstək verən bəlkə də birinci bir qurumdur. Hər zaman qapılarını bizim üzümüzə açıblar, toplantı salonlarını bizə, istifadəmizə veriblər. Dostlarımız da, Türkiyədə yaşayan dostlarımız da bilirlər. O, Həmkarlar İttifaqının Kamusenin binasında biz Doktor Cavad Həyətlə bir görüş təşkil etmək istərdik və qurumun başqanı məndən soruşdu ki, 3 dənə toplantı salonları var. Hansı salonda istifadə etmək istəyirsiniz? Mən orada bir dənə türkü evi deyilən bir salon var idi. Özüm məxsusən oranı seçdim. Çünki o salonun içinə girəndə bir Türk dünyasının kiçik modelini görürsünüz. Orada Təbriz xalçaları da var. Bütün Türk dünyasına aid bir nişanəni görürsünüz. Və mən Doktor Cavad Həyətlə elə bir böyük Türk lideri ilə, Türk öndəri ilə, Türk aydını ilə görüşün quru salonda yox,
Türk dünyasının kiçik bir modeli olan Türkü evidir həmin salonun adı. Türkü evində keçirilməsi istəyimizi ifadə etdik və orada çox gözəl, çox səmimi ortamda bir neçə saat sürən görüşlər oldu. Həmin görüş mənim şəxsən mənim üçün öz adıma danışa bilərəm. Həyatımda faydalandığım ən önəmli toplantılardan biri oldu. Bilmədiyimiz bir çox şeyləri öyrəndik. Doktor bəydən eşitmək istədiyimiz bir çox şeyləri üstörtülü şəkildə eşitdik və onun gerçək fikirlərinin, hədəflərinin nə olduğunu çox diplomatik və siyasi dillərlə bizə anlatmaq istədi və anlattı. Bir şey də söyleyeyim. Kənardan baxana döyüş asant gəlir. Doktor Cavad Heyət zaman-zaman öz söyləmlərində İranın bütünlüyü məsələsinə də yer veribdi və müəyyən söyləmlərdə bulunub. Amma bizlər nədənsə 99 dənə bizim işimizə gələn və millətimizin ehtiyacı olan sözləri söyləyə bilmək adına bir dənə deyilən o şeyi görə bilirik və ön plana çıxardırıq. Amma bizim üçün, bizim önümüzü açacaq olan o 99 söyləmi görməzlikdən gəlirik. Doktor Cavad Heyət elə bir rejimdə varlıq kimi bir dərgini 30 ildən artıq müddətdə yaşada bilibdir ki, bunun sadəcə bir adı var, qəhrəmanlıqdır. Başqa bir adı yoxdur. Ona başqa adlar qoymaq istəyənlər özləri hər hansı bir fəaliyyətləri olmayıb da başqalarına qara yaxmaqla məşğul olan insanlardır. Mən böyük şəxsiyyətin qarşısında, ruhu qarşısında baş əyirəm və əminəm ki, həyatda çəkilən heç bir əziyyət sonuçsuz qalmır. Bizim Güney Azərbaycan türkləri olaraq hədəfimiz kutsaldır və doğru yoldayıq. Sayımız hər nə qədər az olsa da ruhdan düşməməliyik. Böyük Atatürk'ün dediği kimi bir Türk dünyaya bedeldi və bu tezisdən çıxış eləyərək mən əminəm ki, sayımız hər nə qədər olsa da millətimizin haqları uğrunda vermiş olduğumuz mücadilə qələbə ilə sonuçlanacaq və o gün bizlər Doktor Cavad Heyətlərin, Zeyt abilərin, Elçi bəylərin, Dişəvəlilərin və digər böyüklərimizin ruhu qarşısında alnı açıq dura biləcəyik. Tanrı o günü bizə qismət edilsin. Sağ olun. Çox sağ olun. Çox xoş gəlmişsiniz. Qabaqdan bir danışmışsınız, gəldiniz. Çox sevindim. Sağ olun. Dördü heyət haqqında birinci sözüm mənim budur ki, istedim hamıdan xahiş edirəm. 2 dəqiqə sükut eləyək bunun ehtiramına. Lütfən bir ayağa qalsın. Türkiye'nin gördüğü işler çok güzel aydınlattığı zaman için. Evet, biz her zaman elimizde bir tane terazi almalıyız. Böyle insanların yaxçılıq veya pisliğini ağırlama, hamısı ağırması. Gördüğü eğer terazi alsın, siz zahir ve dediği kimi, eğer 99% bizim xeyrimize danışır, bir tane de mesela İran hakkında danışırdı, onu biz görməməliyik. Çünki o qədər bunun o yaxçılığı ağır basır ki, əslən olayı yaddan çıxmalıyıq. Mən bu sözü Şəhrigarın haqqında da, Şəhrigar gəldi rəhmətli, Cumhuriyyə İslamiyyə şeir dedi. Birində gəldilər bunu vətən əleyhinə qaldı. Bunun yaxçılıqlarını baxın görlətdirərdi. Yəni, biz həlməşə ediləsin, yaxçılıqlar bura kənara və o pis sürücülər. Bu rəhmətli heyətindən mən 2 dəfə burada görüşmüşük. Biri Cəmşidlərin evində, sağ olsunlar. Burada çox tanışdılar, siz işarələriniz İran haqqında danışırdı və deyildi biz qiblarizm olur. Və təqiyyidir ki, tək adamıdım ki, mən istiqlaldan danışırdım. Və bu mənim əleyhimə qalxdı ki, yox, bundan ayrı şəhərlərdə yaşayan Azərbaycanlılar nə olur? Mən dedim, sən bir düzəməli hükümət qursan, elə hamı dönər gəlir.
bizəcə əmniyyət, iqtisad, əmniyyət, siyasi olsa gələcək. Hamı Türkiyəndə mənim əlimdən yapışdı, qoymadı gedə. Elə ki, hamı getdi, tut məni qucaqladı, deyildi, vallahi, mən də onu deyəm, amma mən içəridə deyəmməm. Və həq də verdim, düz deyir, o içəridəydi, biz eşitdik, biz burada rahat danışanlar. Bir də xərb müəllim işarə elədiyi kimi, mədəniyyət qanun iclasında bilənmədik gəldi. Yolda qeyri-hüquq iclasacılar, bir yana bana uşaq qaçırdı. Fasca danışırdı, bu deyib, o görür, sənin anan nələr? Deyir, mənim anam da Türkiyyə, atam da Türkiyyə. Deyir, sən də bərşir belədin, deyir, sən də belədir olmadan ki, sən də Türk olacaqsan. Bunu demam odur, o qədər içindən indirdi ki, bu işləri görəklər. Ki, məsələn, bir dənə Türk Farsı danışır, tanış dili gül, yəni öz anamla, öz balağımla, öz atağımla, öz dilinin ana dilində danışır. Dəqiq istədim xatirəni deyən, yoldan da çox gözəl sözlə danışdırdı heyətlərində. Bu kişinin hələ o işıq ki salıb bizim yaşantımıza, mədəniyyətimizə və kulturumuza hələ çox güzel çıxmayıb. Bundan sonra daha bundan artıq anlayacaq ki, bunu nələr eləyir və nələr görür. Təkbitə bunu nə qədər qabaca edir, heç bizim ədəbiyyatımızı bu tür işlərə boşlayır. Sağ olun, təşəkkür edirəm, hamınız gəldiniz. Selamlar, saygılar. Bu Türk'ün adıyla bugün milletimizin öndəcədə ən ürək yanan, fədakar insanlarla bir araya gəlmək mənim üçün də bir şərəfdir. Yəni, sevindiricidir ki, biz gez də olsa, yurt dışında, çeşitli bölgelerde, ölkələrdə artıq insanlarımız bir araya gəlməkdədir. Yəni, bu bizim hərəkatımızın içəri qolunda gedişat, onlar məncə görevlərini olduqdan da daha artıq yerinə gətirə bilirlər o şərtlərə görə, orada yaşadıqlarına görə. Amma yurt dışında biraz bu lobiçilik hərəkatı, yəni təşkilatlanma biraz zəif olubdur. Geçmişdən olub, ağsaqqallarımız, böyüklərimiz olubdur. Bu yeni nəsildə ki, bizlər içərdən gəlmişik, eşiyin, düzənin, ortamın daha tanış dəyilik, bilmirik. Bizlər də bunlar bir araya gətirirlər, təkrar öz adıma və bir Azərbaycan Türk olaraq təşəkkür edirəm. Doktor Cavad heyəti haqqında dostlarımız və bir çox yerlərdə onu yaxından tanıyan, onunla yaşayan, bir okulda olan, beraber yaşayan dostlarımız çox, istər Kanadada olan, Avrupa'da, Türkiye'de olan gözəl çıxışlar olubdur. Mən də Güneydə bir öğretmen olduğum üçün orada Varlıq dərgisinin və özəlliklə yeni nəslin arasında millətçilik nə cür gedir, hansı qaynaqlar vardı və onlar orada bir dənə umut qaynağına çevrilibdir. Onların haqqında birini ən başda gedənlərindən deyə bilsəm ki, həmişə ayaqda olubdur, Varlıq dərgisidir ki, biz də orada bilirsiniz, orada zaten dostlar bir çox işarəli deyirlər ki, Doktor Cavad heyət siyasi bir insan deyildi. Mən qatılmıram, məncə ən böyük siyasətçi idi ki, 30 il o rejimdə Azərbaycan adını çəkmək, Türk adını çəkmək bir dənə suç sayılır və bir halda ki, İslamçılıq adına, Ariyaçılıq adına 100 illərdir bu milləti əritməyə qalxışan bir dənə ideoloji var, bir sistematik asimilyasiya vardır. Ona qarşı durub, Türk dünyasının qaynağı haline bir dənə mərkəziyyət gətirə Varlıq dərgisinin adına buna ən böyük siyasətçi demək olar. Yəni, mən bildiyim qədər Doktor Cavad heyətinin Türk dünyasında, Türkiyəmizdə, Quzeyimizdə, Türk bölgələrin hər yerdə tanınmış bir insan olduğu üçün bütün orada yayılan, çıxan kitabların hər zaman bir nüsxəsi Doktor Cavad heyətə də gəlmişdir. Yəni, bu gün... Sözünüzə qüvvət olaraq, yəni Doktor Cavad heyət Türk Dil Qurumunun fərqli başqanı idi. Dünya üzərində yeganə kənardan olan bir dənə fərqli, hətta üzvü olmayan bir qurumun fərqli başqanıdır. Ərz olsun, çox bağışlayın, vaxtınızı çox almaq istəmirəm. Bu Varlıq dərgisində siz düşünün, Türk dünyasında bizim millətimizi millət eləyən, milli bilinci gücləndirən ən güclü qaynaqlar hamısı olsa da ərəb alfabesində çevrilib Varlıq dərgisində yayınlandı. Yəni, bu günləri bir dənə dərgi deyil ki, hətta basılıbdır, bunu qutuldu, geçən sayın atınca, yox, bir qaynaqdır.
nəinki öz düşüncələri, artıq bütün türk dünyasına, türkçülük hərəkatının öncülləri və türk kimliyinin təməllərini daşıyan bütün faktorları biz Varlıq dərgisində görə bilərik. Bir bilim adamı olaraq, bir həkim olaraq, bir Azərbaycan türkü olaraq hər zaman bizim türkçülüyümüzü hara gedib orada savunubdur və özəlliklə İranın başkəndi Tehrandakı oranın %60% türk ola və orada bizim mərkəziyyətimiz, yəni Təbriz düşüncəli, Təbriz mərkəzli türkçülük düşüncə sistemini bayraqları olubdur Tehranda. Farsın gözünə baxa-baxa. Yəni o Ariyayı İran mərkəzli sistemin çürütməsinə və o qədər ağır baskı, yəni imkanlarla bizim millətimizi əritməyə qalqışan hərəkatı çürütməsində ən böyük rol olubdur bu kişinin. Və onlar ki deyirlər, gahda dostlarımız işarə elədi, İran təbiidir. Biz bu günlər İran coğrafiyasının belə hər daşının altını qavzasın, orada türk tarixi yadıdır. Bu günlər biz, bəli, biz Güney Azərbaycan, Təbriz başda olmaqla Güney Azərbaycanı təmsil edir. Güney Azərbaycan türkü deyilir. Güneyimizi biz istiqlaliyyətini istəyirik. Amma bizim 35 milyon, 40 milyon türkdən danışdığımızda biz elə Doktor Cəvad heyətə baxmalıyıq. Elə Varlıq dərgisini bir ayna olaraq baxmalıyıq ki, bütün türkləri orada, Qaşqay türklərindən, Xələşdən hamısından təmsil edirdi. Mən bir dənə də mövzuya toxunmaq istəyirəm ki, Doktor Cəvad heyət bir aydın olaraq, dünya görmüş bir insan olaraq, bir böyük türkçü olaraq ki, Tanrısı bunun elə türkdür, ona inanan birisi olaraq dərgisində heç bir zaman bizim millətimizin dini inanclarına zərrə qədər toxunmamışdır. Bu böyük biz dərs olmalıdır. Bizim yeni nəslimiz, bizim Azərbaycan hərəkatında olan dostlarımız, biz istəyək, istəməyək bizim millətimizin içində, bizim bütün analarımız, bütün yəni babalarımız hamısı bir seri dəyərlərə inanıblar. Biz bilirik, onda saxtalaşdırmalar var, o bizim millətimizi asimilə etməyə bəzi yerlərdə yardımcı olub, amma biz düşmənin əlinə bahana verməyək məncə və Doktor Cəvad heyət getdiyi yol kimi biz türkçülüyümüzü, bizi biz eləyən, bizim millətimizin, millət eləyən unsurlara biz sahib çıxsaq, qalan hər şey kölgədə qalacaqdır. Biz heç bir zaman ona məncə yəni toxunmamalıyıq. Və bir başqa Doktor Cəvad heyətdən bizim millətimiz hər zaman məmnundur. Tarix heç zaman unutmayacaq bu kişini. Biz istəsək də unudaq, elə iş görübdür, tarix yaşadıqca yaşayacaqdır. Bu bizim varlılarımız və dediyimiz əşraf təbəqədir. Onlar daha artıq məmnun olmalıdırlar ki, onlar illər boyudur, heç bir iş görmədən, gerçəkdən bu millətin evladı olaraq, bu millətdən yararlanan bir insanlar, bu torpağa borclu bir insanlar olaraq, amma görevlərini, yerini, millətlərinə qarşı gətirməmişdir. Amma Doktor Cəvad heyət bunu da başarmışdır. Onlar da artıq bu kişidən minnətdar olmalıdır. Hamımızdan təşəkkür ederim.